Mənim adım Leyladır. 28 yaşım var. Bugün sizə daxilimdə məni məhv edən bir şey haqqında danışacağam. Bəlkə də məni yargılayacaqsınız. Amma artıq bu yükü tək başına daşıya bilmirəm. Mən evliyəm. Yoldaşım var və hamı bizim mükəmməl bir cütlük olduğumuzu düşünür. İnsanlar sosial mediada paylaşdığımız şəkillərə baxıb belə deyirlər. Əsl nümunəvi cütlük. Çox yaraşırsınız. Deməli, həqiqi sevgi hələ də varmış. Amma heç kimin bilmədiyi bir şey var. Mən yoldaşımı sevmirəm. Bəli, düz eşitdiniz. Onu sevmirəm. Və bəlkə də onu heç vaxt sevməmişəm. Hər gün onun yanında oyanıram. Yastıqdakı üzünü görürəm. Sabahın xeyir deyən səsini eşidirəm. Və özümü gülümsəməyə məcbur edirəm. Amma içimdə tamamilə boşluqdur. İnsanlar düşünür ki, evlilik sevgi, ehtiras və seçdiyin insanı görəndə köksündə yaranan o atəşlə bağlıdır. Amma mənim üçün evlilik bir qəfəs kimidir. Hər gün onun yanında oyanıram. Ən pisi də odur ki, özümü çox günahkar hiss edirəm. Çünki o məni çox sevir. Mənə hər şeyi edir. Amma mən ona ürəyimi verə bilmirəm. Çünki ürəyim ona aid deyil. Toydan sonra insanların məni təbrik etməsini xatırlayıram. Dünyanın ən bəxtəvər qadın olduğumu deyirdilər. Kaş ki bilsəydilər. Gülümsəməmin arxasındakı həqiqəti bircə görə bilsəydilər, anlayardılar ki, mən bəxtəvər deyiləm. Mən itmişəm. Bu mənim sirrimdir. Məni yavaş-yavaş öldürən o sir. Mən yoldaşımı sevmirəm. Və daha nə qədər ola girəcəyimi bilmirəm. Evliliyin ilk ili. Deyirlər ki, bu ən şirin, ehtiras və romantika ilə dolu ildir. Amma mənim üçün heç də elə olmadı. Çalışdım. Həqiqətən çalışdım. Hər səhər özümə deyirdim. Leyla, onu sevməyi öyrənə bilərsən. Sevgi zamanla böyüyən bir şeydir. Onun üçün yeməklər bişirdim. Zarafatlarına güldüm. Cəmiyyət içində əlindən tutdum. Mükəmməl həyat yoldaşı rolunu oynadım. Amma gecələr ev sakitləşəndə öz-özümə ağlayırdım. Çünki bütün günü rola girmək məni daxilən öldürürdü. O mənə qarşı çox yaxşı idi. Güllər verirdi. Balaca səfərlər planlayırdı. Hər axşam məni öpüb, gecən xeyrə deyirdi. Və bu, vəziyyəti daha da pisləşdirirdi. Səni sevən birinin qəlbini necə qıra bilərsən? Onun gözlərinə baxıb, ürəyinin heç nə hiss etmədiyini necə bildirə bilərsən? Bir dəfə mənə şamlar və musiqi ilə sürpriz şam yeməyi hazırlamışdı. Üzümü tutub pıçıldadı. Sən mənim hər şeyimsən. Mən də ona gülümsədim, onu öpdüm. Amma daxilimdə qışqırmaq istəyirdim. Xeyr, mən deyiləm. Mən sənin hər şeyin deyiləm. Mən heç sənin də deyiləm. O biri adam. Mən bunu heç vaxt planlamamışdım. Başqası üçün nəsə hiss edəcəyimi heç vaxt düşünməmişdim. Amma həyat bizə nələri itirdiyimizi göstərməyin qəddar bir yolunu tapır. Adi bir gün idi. Kiçik bir coffee shopdaydım. Sadəcə evin boşluğundan qaçmağa çalışırdım. Və o içəri girdi. Mükəmməl deyildi. Heç mənim tipim də deyildi. Amma gülümsəyəndə içimdə nəsə oyandı. Ölmüş hesab etdiyim bir şey. Danışmağa başladıq. Əvvəlcə sadəcə havadan, masanın üstündəki kitablardan, 5 dəqiqə sonra unudacağın o söhbətlərdən. Amma mən unutmadım. Çünki uzun zamandan bəri ilk dəfə özümü görünür hiss etdim. Onun hər kəlməsi fərqli idi. Hər baxışı biraz çox çəkirdi. O güləndə anladım ki, mən illərdir belə gülməmişəm. Həmin gecə evə getdim və ondan başqa heç nə düşünə bilmədim. Gülümsəməsi, səsi, mənə dəyərli biriymişəm kimi baxması və sonra vicdan əzabı dalğa kimi üstümə gəldi. Çünki mən evliydim və belə hiss etməməliydim. Ondan qaçmağa çalışdım, amma həyat onu daim yoluma çıxardı. Hər dəfə onu görəndə içimdəki boşluq daha da böyüyürdü.
Çünki anladım ki onunla hiss etdiklərimi yoldaşımla heç vaxt hiss etməmişəm. Bir gün əlimə toxundu. Sadəcə bir saniyəlik, sadə bir toxunuş. Amma ürəyim yerindən çıxacaqdı. Özümü canlı hiss etmək istəyirdim. Eyni zamanda günah içində boğulurdum. Bunu necə izah edə bilərsən? Yoldaşına necə deyə bilərsən ki, başqa bir adamın gülümsəməsi sənin ürəyini onun öpüşündən daha sürətli döyündürür? Mən xəyanət etmədim, amma daxilən artıq etmişdim. Çünki ürəyim artıq mənim deyildi ki, onu kiməsə verim. Bütün həyatım bir tamaşaya çevrilib. Sosial mediada mükəmməl görünürük. Gülümsəyən cütlük, romantik şam yeməkləri, sevgi dolu sözlər. Amma o şəkillər yalandır. Hər biri. Yoldaşını öpdüyün bir şəkli paylaşarkən içində heç nə hiss etməməyin nə olduğunu bilirsiniz? Həmişə və əbədi yazıb, ürəyində çıxıb getmək istəyirəm deyə qışqırmaq. Bu adamı boğur, bu məni məhv edir. Aləmin yanında belə rola girirəm. Evlilik necə gedir Leyla? Soruşanda gülümsüyüb, hər şey əladır deyirəm. Amma boğuluram, xoşbəxt deyiləm demək istəyirəm. Demirəm çünki qorxuram, onların məni anlamamasından, vəfasız adlandırmasından. Hər şey verən bir adamı sevmədiyim üçün mühakimə etmələrindən qorxuram. Budur mənim həqiqətim. Mən yoldaşımı sevmirəm. Heç vaxt sevməmişəm. Bütün o illər, o gülümsəmələr, o səni sevirəmlər, hamısı yalan idi. Sevmək istədim, çalışdım, amma olmadı. Qorxu üçün, ailə üçün, el-aləm nə deyər deyə qaldım. İndi isə heç vaxt istəmədiyim bir həyatın tələsindəyəm. Bəlkə də vaxtında cəsarətli olub çıxıb getsəydim, indi daha xoşbəxt olardım. Amma keçmişə qayıda bilmərəm. Etdiklərimi geri ala bilmərəm. Mən Leylayam, bir həyat yoldaşı, bir yalancı və seçmədiyi bir həyatda sıxılıb qalan bir qadın. İndi tək eləyə bildiyim şey sağ qalmaqdır və ümid etmək. Bir gün özüm üçün yaşamaq cəsarətini tapmağıma ümid etmək. Təəssüf ki, bu mənim həqiqətimdir. Sənin də fikrin mənim üçün çox önəmlidir. Rəy bölməsində düşüncələrini yaz. Daha çox belə hekayələr üçün kanala abunə ol.